3. Əli bin Salim deyir, Rəcəb ayının axırlarında mən İmam Sadiqin əleyhissalamın hüzuruna yetişdim. İmam məni gördükdə buyurdu, ey Salim, bu ay oruç tuttun. Dedim, xeyr, ey Allahın Rəsulunun oğlu. İmam buyurdu, elə bir savabı itirmisən ki, miqdarını Allahdan başqa heç kəs bilmir. Həqiqətən, Allah Taala bu ayı fəzilətli və hörmətini böyük etmişdir. Öz kəramətini bu ayda oruç tutanlara vacib etmişdir. Dedim, ey Allahın Rəsulunun oğlu, əgər qalan günləri oruç tutsam, bu ayda oruç tutanların savabına çataram. İmam buyurdu, ey Salim, kim bu ayın axırından bir gün oruç tutsa, bu oruç onu ölümün çətinlikləri və qəbrin əzabından amanda saxlayacaqdır. Kim bu ayın axırından 2 gün oruç tutsa, bu onun üçün Sirat körpüsündən keçid vərəqəsi olacaqdır. Kim bu ayın axırından 3 gün oruç tutsa, qiyamət gününün çətinliklərindən amanda qalacaq və bu oruc onu cəhənnəm odundan qoruyacaqdır.